Salam əziz abituriyentlər, mən Elşad Həsənov, kanalımıza xoş gəlmisiniz. Bu günlərim sizlərə mexaniki rəqslər mövzusunu izah edəcəm. Deməli, mexaniki hərəkətlər təkrarlanan hərəkətlər ola bilirlər. Biz hərəkətin trayektoriyanın formasına görə keçəndə izah edəndə demişdik, əyri xəttli də ola bilər hərəkət, trayektoriyasına görə, düz xəttli də ola bilər. Düz xəttli hərəkəti biz danışdıq, indi isə əyri xəttli hərəkətdən danışacağıq. Əyri xəttli hərəkətə misal çevir üzə hərəkəti keçmişdi və rəqsi hərəkəti misal göstərmişdi. İndi bu gündən rəqsi hərəkətdən danışacağıq. Rəqslər cismin zaman keçdikcə təkrarlama prosesidir. Yəni, zaman keçdikcə qismən və yaxud da tamamilə rəqs təkrarlanarsa cismin hərəkəti, belə hərəkət rəqsi hərəkət adlanır. Rəqsi hərəkət həm yaylı rəqqasda baş verə bilir, həm riyazi rəqqasda baş verə bilir və rəqsi hərəkətin baş verməsi üçün hər hansısa bir qüvvə lazımdır. Baxaq görüm, yaylı rəqqasda rəqslər hansı qüvvənin təsiri altında baş verir, riyazi rəqqaslarda hansı qüvvənin təsiri altında baş verir. Deməli, yaylı rəqqas nədən ibarətdir? Yay və yük sistemindən ibarətdir. Yaya bir yük bağladıqda bu yay, bu yükün ağırlığı hesabına müəyyən bir tarazlıq nöqtəsi ətrafında yuxarı aşağı rəqs hərəkət edə bilir. İpli və yaxud da buna riyazi rəqqas da deyirik. İpli və yaxud da riyazi rəqqas isə ipdən asılmış yükün rəqsi zamanı baş verir. İndi ipli rəqqasda və yaylı rəqqasda yaylar hansı qüvvənin təsiri altında baş verir? Təbii ki, hamımız bilirik ki, bu purjinə, bu yaya bir yük asdıqda, M kütləli yük asdıqda, bu purjin M kütləli yükün ağırlıq qüvvəsi hesabına aşağı doğru hərəkət edəcək. Sonra buraxdığımız zaman yenə yuxarı hərəkət edəcək. Bu purjini yuxarı doğru qaldıran, purjində yaranan elastiklik qüvvəsidir. Və elastik qüvvə və yükün ağırlıq qüvvəsinin əvəzləyici qüvvəsi bu yayı rəqs elətdirməyə başlayır. Bəs burada nədir? Burada da uşaqlar, yükün ağırlıq qüvvəsi var, mg ağırlıq qüvvəsi var, bir də ipdə yaranan gərilmə qüvvəsi var. Yükün ağırlıq qüvvəsi, ipin gərilmə qüvvəsinin əvəzləyici qüvvəsi var. Həmin əvəzləyici qüvvə bu ipdə rəqs yaradır. Yəni, iplərdə rəqslər ağırlıqla ipin gərilmə qüvvəsinin əvəzləyici hesabına baş verir. Yayda isə yükün ağırlıq və yayın elastik qüvvəsinin əvəzləyici qüvvəsi hesabına baş verir. Rəqslər yaranarkən təbii ki, rəqslərin periodu var, tezliyi var. Biz onlardan danışmalıyıq. Rəqslərin periodu və tezliyi çevrə üzrə hərəkətdəki period və tezliyin eynisidir. Sadəcə deyilişində bir balaca fərq var. Çevrə üzrə hərəkətdə deyilir ki, bir tam dövrə sərf olunan zaman perioddur. Amma burada deyəcək ki, bir tam rəqsə sərf olunan zaman perioddur. Deməli, bir tam rəqsə sərf olunan zaman period adlanır. Period T hərfi ilə işarə olunur və T bərabərdir T böl N düsturu ilə tapılır. Period skalyar kəmiyyətdir, vahidi saniyədir və saniyə ölçən adlanan cihazla ölçülür. Bəs rəqsin tezliyi nədir? Rəqsin tezliyi isə vahid zamandakı rəqslərin sayıdır. Çevrə üzrə hərəkətdə deyilir ki, vahid zamandakı dövrlərin sayı. Burada da deyəcək ki, vahid zamandakı rəqslərin sayına tezlik deyilir. Tezlik nü hərfi ilə işarə edirlər. Deməli, çevrə üzrə hərəkətdə balaca n ilə yazırdı, amma burada nü hərfi ilə işarə edəcək. Düstur olaraq n bölünsün T düsturundan tapılır. Tezlik də skalyar kəmiyyətdir. Tezliyin vahidi 1 bölünsün saniyə bərabərdir və yaxud da bunu saniyə üstü -1 də götürürlər və tezliyi əlavə olaraq hertz adlandırırlar. Yəni, hertz tezliyin vahididir və 1 hertz nəyə bərabərdir? 1 bölü saniyə və yaxud da saniyə üstü -1 şəklində göstərə bilərik. Biz bu düsturlardan görürük ki, periodla tezliyi bir-birinin tərsidir. Niyə? Çünki biri T bölü N'dir, biri M bölü T'dir. Deməli, bunlar bir-birindən tərs asılıdır. Periodla tezlik tərs asılı olan kəmiyyətlərdir. 1 bölü nü yaza bilərik və yaxud da nü bərabərdir 1 bölü T də yaza bilərik. Və periodun tezlikdən asılılıq qrafik olaraq tərs mütənasib asılılıq qrafiki çəkəcəyik. Yəni, period tezlikdən tərs asılıdır. Deyək ki, tezliyi də perioddan asılı olaraq götürə bilər, tərs asılı şəklində götürəcəyik. Həm period, həm tezlik ikisi də skalyar kəmiyyətdir, ikisini də saniyə ölçən adlanan cihazın ölçüdür. Bir də burada var dövrü və yaxud da dairəvi tezlik, onu da omega hərfi ilə işarə edirlər. Bir var tezlik, vahid zamandakı dövrlərin sayı, bir də var dairəvi tezlik, dövrü tezlik. Bu isə 2 pi saniyədəki dövrlərin sayına bərabərdir. 2 pi saniyədəki dövrlərin sayı dövrü tezliyi adlanır, omega hərfi ilə işarə olunur.
Omega bərabərdir 2 pi böl t, böyük T yazacağım. Və yaxud da 2 pi nü və yaxud da bunu belə də yaza bilərik. 2 pi n bölünsün t şəklində də yaza bilərik. Dövrü və yaxud da dairəvi tezlikdir. Dövrü və yaxud da dairəvi tezliyin vahidi radian böl saniyə də çıxa bilər qarşıma. 1 böl saniyə də çıxa bilər. Saniyə üstü mənfi 1 də hertz şəklində də qarşıma çıxa bilər. Bu dövrü və dairəvi tezlik, yəni omega təbii ki asılıdır perioddan, tərs mütənasib. Omega asılıdır tezlikdən, düz mütənasib. Omega n-dən, balaca t-dən isə asılı deyildir. Bunlar deməli rəqsi hərəkətdə period və tezlik və dövrü tezliyin ifadəsi və düsturlarıdır. İndi davam edək. Deməli, indi isə əziz abituriyentlər, mən sizə həm yaylı rəqqasda, həm riyazi rəqqasda sürətin, periodun, daha doğrusu sürətin, təcilin, impulsun, kinetik enerjinin harda maksimal, harda minimal olduğunu izahını verəcəm sizlərə. Deməli, elə birinin üstündə göstərsəm, zaten bunun üstündə göstərdiyim hər bir şey o birisinə də aiddir, hər ikisinə aiddir. Baxın, cisim riyazi rəqqasda tarazlıq nöqtəsindədir. Tarazlıq nöqtəsində buna ağırlıq qüvvəsi təsir göstərir və ipin gərilmə qüvvəsi təsir göstərir. Sırf tarazlıq nöqtəsində olanda ipin gərilmə qüvvəsi ilə mc ağırlıq qüvvəsi bir-birinə bərabər olduğu üçün əvəzləyici qüvvə sıfıra bərabərdir. Harda? Tarazlıq nöqtəsində. Amma sağ kənar nöqtədə və yaxud da sol kənar nöqtədə mc ağırlıq qüvvəsi ilə ipin gərilmə qüvvəsi bir-birinə bərabər deyil və burada əvəzləyici qüvvə var. Və ən kənar nöqtədə əvəzləyici qüvvə maksimaldır. Biz burada təcilin maksimal və yaxud da minimal olmasını sırf əvəzləyici qüvvə ilə müəyyənləşdirəcəyik. Biz hamımız bilirik ki, Newtonun ikinci qanununa F əvəzləyici qüvvə bərabərdir ma-yə və əvəzləyici qüvvə maksimal olan yerdə A da maksimaldır, əvəzləyici qüvvə sıfır olan yerdə A da sıfıra bərabərdir. İndi baxırıq. Mən buradan göstərirəm. 2 və 3 nöqtəsi. 2 və 3 nöqtəsi kənar nöqtədir. Həm ipli rəqqasda, həm də yaylı rəqqasda. Ən kənar nöqtədir. Təsəvvür edin ki, biz buradan yükü buraxırıqsa, yük gəlir buradan tarazlıqdan keçir, gəlir 3-də bir anda dayanır, geri qayıdır. Gəlir təzədən 2-də bir anda yenə dayanır, sonra təzədən geri qayıdır. Demək, yük ən kənar nöqtələrdə dayandığı üçün onların sürəti sıfıra bərabərdir. Demək, ən kənar nöqtədə sürət sıfıra bərabərdir. Sürət sıfırdırsa, sürətə bağlı hər bir şey sıfırdır. Məsələn, sürətə bağlı impuls. Impuls sıfıra bərabər. Yəni, sürətdən asılı olan fiziki kəmiyyət olaraq deyirəm, impuls sıfıra bərabər. Sürətdən asılıdır kinetik enerji. Təbii ki, kinetik enerji də sıfıra bərabərdir. Artıq siz bunları bilirsiniz. Impulsun düsturu mv'dir, sürətdən asılıdır. Kinetik enerjinin düsturu mv kvadrat bölünsün 2'dir, o da sürətdən asılıdır. Deməli, sürətin sıfır olduğu yerlərdə impuls da sıfır olur, kinetik enerji də sıfır olur. Amma ən kənar nöqtələrdə əvəzləyici qüvvə maksimaldır. Əvəzləyici qüvvə maksimaldırsa, bax, əvəzləyici qüvvə maksimaldırsa, o zaman təcil də maksimaldır. Əvəzləyici qüvvə də maksimaldır, təcil də maksimaldır. Təbii ki, ən kənar nöqtə olduğu üçün amplitud da maksimaldır. İndi mən əslində amplitud haqqında sizə məlumat verəcəm birazdan. Amplitud da maksimaldır. İndi gəldik bir nöqtəsinə. Bir nöqtəsi tarazlıqdan keçən nöqtədir. Təbii ki, buradan cismi buraxdığımız zaman bu tarazlıqdan keçən anda sürəti maksimal olur. Deməli, tarazlıqdan keçən anda sürət maksimaldır. Sürət maksimaldırsa impuls maksimaldır və kinetik enerji təbii ki, maksimaldır. Amma tarazlıqdan keçən anda T mc-yə bərabər olduğu üçün əvəzləyici qüvvə sıfırdır. Əvəzləyici qüvvəsi sıfırdırsa, deməli, A da sıfırdır. Elə X də sıfıra bərabərdir. Yəni, burada tarazlıqdan keçən anda cisim yer dəyişmə etməmiş sayılır. Ona görə də X də nə olmuş olacaq? Sıfır olmuş olacaq. Bu məlumatları mütləq şəkildə bilmək lazımdır. Çox önəmli məlumatlardır. Bu məlumatları biləndən sonra başqa bir məlumat sizlər üçün verirəm. Diqqətlə qulaq asın. Bu nədən ibarətdir? Burada əvəzləyici qüvvəni də silirəm artıq. Biz çünki bunlar haqqında məlumatı bildik. Gərilmə falan da silirəm. İndi baxırıq. Burada söhbət nədən gedir? Yük kənar nöqtədən tarazlıq nöqtəsinə gələ bilər.
və yaxud da tarazlıqdan kənara da gedə bilər. İndi mən göstərirəm bir-bir sizə. Buradan elə göstərəcəm. 2-dən 1-ə gəlmə, 2-dən 1-ə gəlmə və yaxud da 3-dən 1-ə gəlmə. Bu, kənar nöqtədən tarazlığa gəlmə deməkdir. Və biz bayaq dediyimiz kimi, tarazlıqdan keçən halda sürət maksimal olur. Amma kənar nöqtədə sürət 0 olur. Deməli, 3-dən 1-ə gələndə, 2-dən 1-ə gələndə sürət 0-dan maksimala doğru gedir. Getdikcə sürət artır. Getdikcə sürət artırsa, deməli, buna biz yeyinləşən hərəkət deyəcəyik. Amma kənar nöqtədə təcil maksimaldır, amma burada təcil 0-dır. Deməli, təcil maksimaldan 0-a doğru gedir. Onda biz nə deyəcəyik? 3-dən 1-ə gələndə, 2-dən 1-ə gedəndə təcil azalır. Ona görə deyirik, azalan təcillə. Və sürət artdığı üçün nə deyirik? Yeyinləşin. Deməli, yaylı rəqqas və yaxud da ipli rəqqas cisim, yük ən kənar nöqtədən tarazlığa gəldikcə azalan təcillə yeyinləşən hərəkət etmiş olur. Niyə azalır təcil? Çünki burada təcil 0-dır, burada maksimal. Maksimaldan 0-a gəlir azalan təcillə. Bəs niyə yeyinləşir? Çünki tarazlığa gəldikcə sürət neyinir? Artır. Azalan təcillə yeyinləşir. Bəs yaxşı. Bir nöqtəsindən 2 nöqtəsinə və bir nöqtəsindən 3 nöqtəsinə getmək nə deməkdir? Bir nöqtəsindən 2 və bir nöqtəsindən 3 nöqtəsi getmək tarazlıqdan kənara getməkdir. Tarazlıqdan kənara getdikcə sürət neyinir? Azalır. Sürət azaldığı üçün təbii ki, yavaşlayır. Amma tarazlıqdan kənara gedəndə kənar hissədə təcil maksimal deyə təcil getdikcə neyinir? Artır. O zaman biz deyirik, artan təcillə yavaşlayın. Bu məlumatlar, uşaqlar, sizlərə mütləq şəkildə qarşınıza çıxacaq və bu məlumatlar bilməklə qarşınıza çıxan bütün sualları həll etmiş olarsınız. Hətta imtahanlarda da bu tip suallardan istifadə olunur. Deməli, əziz şagirdlər, sizlərə indi amplitud və yerdəyişmə haqqında məlumat verəcəm. Bunu istəyirəm elə burada göstərim. X oxu göstərəcəm. Burada O nöqtəsi, tarazlıq nöqtəsi. Sanki bir rəqs var, yaylı rəqqas var. Belə göstərə bilərik. Deməli, yaylı rəqqas. Burada bir cisim var. Deyək ki, bir cisim var. Əvvəlcə yaylı rəqqas O nöqtəsində, tarazlıq nöqtəsində. Biz bu prujini maksimalda uzağa çəkə bilərik. Ən maksimal nə qədər çəkə bilirsə o qədər. Ola bilər ki, bu cisimi, bu prujini biz ixtiyari qədər çəkə bilərik. Yəni, bura qədər, x qədər. Eyni şəkildə maksimalda sıxa bilərik. Mənfi x maksimal deyirik. Az da sıxa bilərik. Deməli, tərif belədir. Cismin tarazlıq nöqtəsindən ixtiyari qədər uzaqlaşdığı məsafəyə deyirlər yerdəyişmə. Yerdəyişmə x hərfi ilə işarə edirlər. Təbii ki, vahiddə nədir? Metr. Deməli, prujin də ola bilər, yaylı rəqqas da ola bilər, fərq etmir. Cisimi tarazlıq nöqtəsindən ixtiyari qədər kənara uzaqlaşan məsafə. Yəni 5 metr, 3 metr nə qədər uzaqlaşdırmışsa. Bir də var, cisimi tarazlıq nöqtəsindən maksimal uzaqlaşdığı məsafə. Cismin tarazlıq nöqtəsindən maksimal uzaqlaşdığı məsafə x maksimaldır. X maksimala deyirlər amplitud. Amplitudu x maksimalla da elə amplitud sözün baş hərfi olaraq A-la da işarə edə bilirlər. Və amplitudun da vahidi nə olacaq? Metr olacaq. Deməli, cismi tarazlıq nöqtəsindən maksimal uzaqlaşdığı məsafə amplitud adlanır. Amplitudu x-n və yaxud da A hərfinə işarə edirlər. Vahidi metrdir. Cismi tarazlıq nöqtəsindən ixtiyari qədər uzaqlaşdığı məsafə isə yerdəyişmədir. Yerdəyişmə x ilə işarə edirlər. Onun da vahidi metrdir. Bəs cisim bir rəqs müddətində neçə amplitudla bərabər yol gedir? Öncəliklə bilməliyik ki, bir rəqs nədir? Deməli, mən bu yükü, deyək ki, bir nöqtəsi deyək bura, 2 nöqtəsi, 3 nöqtəsi. Mən bu yükü dartaraq bir nöqtəsindən buraxıram. Bir nöqtəsindən buraxandan sonra yük 2-yə gələcək, sonra sıxılacaq 3-ə, sonra təzədən yenə 2-yə qaydacaq, sonra təzədən 1-ə qaydacaq. Gedib yenə bir nöqtəsindən qaydırsa olur bir rəqs. O zaman bir rəqs müddətində neçə amplituda qədər yol gedir? 4 amplitud. Niyə? Çünki buradan bura 1 amplitud, 2 amplitud, 3 amplitud, 4 amplitud. Deməli, cisim bir rəqs müddətində 4 amplitudla bərabər yol gedir. L bərabərdir
4 amplitud. Bəs 2 rəqsdə 8 amplitud, 3 rəqsdə 12 amplitud. Yəni rəqslərin sayını nə etməliyik? Təbii ki, vurmalıyıq. Bax, bu düstur da bizə mütləq şəkildə lazım olacaq. Bu düsturdan da istifadə olunur. Bir rəqs müddətinə gedən cismin getdiyi yol 4 amplituddur. N rəqsdə N-ə vurmamız lazımdır. Sonra əlavə olaraq bu düsturu belə də eləyə bilərik. Axı biz tezliyin düsturunu öyrəndik ki, bəyaqların. Nü bərabərdir N bölünsün T. Buradan N-i tapsaq nə olar? Nü vur T olur. Deməli, burada N-i yerinə nü vur T yazanda olur L bərabərdir 4 X-in. N-i yerinə nə yazırıq? Nü vur T yazırıq. Bu da bizim üçün bir düsturdur. Sonra periyodun düsturunu yazmışdıq. T bərabərdir T bölünsün N. Buradan N-i tapsaq T bölü böyük T olur. O zaman getib burada N-i yazırıq. L bərabərdir 4 X-in. N-i yerinə nə yazırsan? T bölü T yazmış olursan. Bu düsturlarla bağlı test toplusunda suallar var. Onları da rahat şəkildə yaza bilərsiniz. İndi isə davam edək. Əziz abituriyentlər, indi isə sizə mexaniki rəqslərdə bəzi fiziki əməliyyatlar var ki, zamana görə dəyişirlər. Məsələn, yer dəyişmə, sürət və təcil. Zamana görə sinus və yaxud da kosinus qanunundan dəyişirlər. İndi isə biz baxmalıyıq görüm, sinusla dəyişəndə, kosinusla dəyişəndə bunlar eyni fazada rəqs eləyir, yoxsa müxtəlif fazada rəqs eləyir. İndi onlardan danışacağım. İndi isə fərz edək ki, koordinat zamana görə x bərabərdir x maksimal kosinus omega t qanunu ilə dəyişir. Biz rəqs hərəkət təkrarlanan hərəkət olduğu üçün bunlar ya sinus ya kosinus qanunundan dəyişəcək. Çünki riyaziyyatda da biz bilirik ki, sinus kosinus dövrü dəyişir, dövrü funksiyadır. Həm sinus, həm kosinus 1 ilə -1 arasında qiymətlər alır. Rəqslər də müəyyən bir aralıqda rəqs etdiyi üçün, deməli, həm yer dəyişmə, həm sürət, həm təcil zaman keçdikcə artır, azalır, artır, azalır. İndi isə koordinatın x qanunu, kosinus qanunundan dəyişdiyini fərz elədik və hətta biz burada onun qrafikini də çəkməliyik. X-in T-dən asılı qrafiki kosinus. Kosinus 0 dərəcədə 1 aldığı üçün 1-dən başlayır və bu şəkildə qrafikimizi çəkirik. Buna deyirlər kosinusoid əyrisi. X oxunun üzərində və T oxunun üzərində bəzi fiziki əməliyyatlar biz təyin edirik. X oxunun üzərində x maksimal bura, mənfi x maksimal. Yəni amplitud qiyməti. Burada nə qiymət görsəniz, bilin ki, o amplituddur. Məsəl üçün, burada 5 görsəniz, bu demək ki, amplitud 5-dir. Bəs zaman oxunun üstündə nəyi təyin edirik? Zaman oxunun üstündə də periodu təyin edirik. Bir period 4 amplituddan ibarətdir. Bir amplitud burası. Buradan bura qədər 1 amplitud, 2, 3, 4 amplitud gəldi, düşdü bura. Deməli, bu qədər keçən zaman bir period. Davam edəsə 1 amplitud, 2, 3, 4. Deməli, buradan bura qədər keçən amplitudda 2 period olmuş olacaq. Yəni, dolayısıyla x-t qrafikində x oxunun üzərindən biz amplitudu götürəcəyik, t oxunun üzərindən isə periodu götürəcəyik. İndi koordinat x qanunundan dəyişdi. Biz axtarırıq, görək, sürət hansı qanundan dəyişir? Hal-hazırda bizim məqsədimiz ilkin olaraq sürətin hansı qanundan dəyişdiyini tapmaqdır. Axtarırıq. Biz bildiyimiz kimi, tam mexanik birinci bölməmizdən bildiyimiz kimi sürət koordinatın törəməsinə bərabərdir. O zaman koordinat üçün yazıram. X maksimal kosinus omega t-nin törəməsi. O da bərabərdir. X-m kosinus omega t-dən törəm alanda kosinusun qarşısı və kosinusdan sonraki rəqəmi hərfləri yazırıq qabağa. Nə var? X maksimal omega var. Və kosinusdan da törəm alırıq. Kosinus törəməsi mənfi sinus. Mənfi sinus omega t. Və nəhayət son olaraq aldıq. V bərabərdir. Sinusun qabağı xm omega vm'dir. Sürətin amplitud qiyməti. Mənfi vm sinus omega t. Deməli, biz nə gördük? Gördük ki, əgər koordinat kosinusla dəyişirsə, sürət mənfi sinusla dəyişir. Uşaqlar, mənfi sinusun qrafiki, ümumiyyətlə sinusun qrafiki 1-dən başlayır, üzr istəyirəm, 0-dan başlayır. Müsbət olsaydı qrafik yuxarı çıxardı, amma mənfidir. Ona görə aşağı çıxacaq. Bax, bu şəkildə davam edir. Yenə burada V oxun üzərində sürətin maksimal qiymətini yazacaq. V maksimal, burada V maksimal mənfi.
Zaman oxunun üstündə də periodu göstərəcək. Periodda 4 amplitud idi. 1 amplitud, 2 amplitud, 3 amplitud, 4 amplitud. Deməli, bura 1 perioddur. Yenə də 4 amplitud saysaq, olacaq 2 period, 3 period və s. Deməli, gördüyümüz kimi, sürət rəqsləri, koordinat rəqslərini pi bölü 2 dəfə qabaqlayır. Buradan bura qədər olan bu faza pi bölü 2 adlanır. Baxın, buradan bura qədərki faza pi bölü 2 adlanır. Buradan bura qədər olan faza isə sadəcə pi adlanır. Bunu da bilmiş olarsınız. Burada nəyə diqqət çəkəcəm? XM omega diqqət çəkəcəm. XM omega Vm-dir. Əslində bir şey deyəcəm sizlərə. Bu çevrə üzrə hərəkətdə sürətin düsturudur. Sürətin omega r deyə bir düsturu var, yəqin bilirsiniz. Sürətin omega r düsturu, buradakı düsturlar çevrə üzrə hərəkətdəki düsturların eynisidir. Sadəcə çevrə üzrə hərəkətdə r var, burada isə r-in əvəzində xm var. Məsələn, omega r oradadır, omega xm buradadır. Bəs bu düsturu açsaq necə açarıq? Təbii ki, xm-i olduğu kimi saxlaya bilərəm. Omeganı açaram, omeganın yerinə yazarım 2 pi nü və yaxud da xm olduğu kimi saxlayaram, omeganın yerinə yazaram 2 pi bölü t və yaxud da yenə də xm olduğu kimi saxlayaram, omeganın yerinə bu səfər yazaram 2 pi böyüyən bölünsün balaca t şəklində yazaram. Və bu düsturlardan görsənir ki, sürətin maksimal qiyməti xm-dən düz mütənasib asılıdır. Təbii ki, omegamızın konstant olduğu halda. Sürətin maksimal qiyməti omegadan düz mütənasib asılıdır. Təbii ki, xm-in konstant olduğu halda. Sonra, sürətin maksimal qiyməti nü-dən düz asılıdır. Təbii ki, xm konstant olduğu halda. Sürətin maksimal qiyməti perioddan tərs asılıdır. Yenə də xm konstant olduğu halda, amma dövrlərin sayından və zamanla asılı deyildir. İndi isə abituriyentlər, mən nə edəcəm? Təcilin proyeksiyasını qurmaya çalışacağım. Təcilin zamanlaması qrafiki necə olacaq? Onu quracaq. Deməli, koordinatın kosinus qanunundan dəyişdiyini tapdıq. Ardınca sürətin mənfi sinüslə dəyişdiyi ortaya çıxdı. Sürəti necə tapdıq? Koordinatdan teorem almalıyıq. Biz yenə də əvvəlki dərsimizdən bilirik ki, təcil isə sürətin teoreməsinə bərabər. O zaman yazıram. Sürətimiz nədir? Mənfi Vm sinus omega t. Deməli, biz bundan nə edəcəyik? Teorem alaq. Bunun teoreməsini alanda mənfi Vm omega Vm və omega yazıram və sinusdan teorem alıram. Sinusdan teoreməsi kosinus. Kosinus omega t. Burada da Vm omega kosinusun qabağı olacaq Am, təcilin amplitud qiyməti. O zaman yekun nəticə A bərabərdir mənfi Am kosinus omega t olmuş olacaq. Deməli, dolayısıyla biz gördük ki, təcil mənfi kosinus qanunundan dəyişir. Təcil mənfi kosinusdansa, o zaman təcil mənfidən başlayacaq. Mənfi kosinus qanunundan dəyişəcək. Bu şəkildə. Burada da təcil oxunun üzərində bu nöqtə Am-dir, bu nöqtə Am-dir. Bəs zaman oxunun üstündə nəyi tapırdıq? Təbii ki, period tapırdıq. 1 amplitud, 2 amplitud, 3 amplitud, 4 amplitud. 4 amplitud, 1 period gəldi, düşdü bura. 1 amplitud, 2 amplitud, 3 amplitud, bir dənə də geçsə 4 amplitud, 2 period gəlmişdi, düşmüş olur. Bu da bizə nəyi göstərdi? Təcilin proyeksiyasını. Deməli, mən sırayla üçünü də burada sizə göstərirəm. Əgər koordinat kosinusla dəyişirsə, sürət mənfi sinusla, sürət onu pi bölü 2 dəfə qabaqlayır. Təcil isə mənfi kosinusla. Təcil sürəti pi bölü 2 dəfə qabaqlayır. Təcil koordinatı isə pi qədər qabaqlayır. Və burada da Am ortaya çıxmış oldu. Am-in də düsturu çevrə üzrə hərəkətdə yenə də təcilin bütün düsturları nəzərdə tutulur. Məsəl üçün yazıram Vm omega. Təbii ki, təcilin belə bir düsturu var çevrə üzrə hərəkətdə. Sonra var təcilin düsturları 4pi kvadrat r bölü t kvadratı, 4pi kvadratı rn kvadratı. Məsəl üçün, onda biz belə yazırıq. 4pi kvadratı r yox, xm bölü t kvadrat. Və yaxud da 4pi kvadratı r yox, xm vur nü kvadrat. Və yaxud da başqa düsturlar var. Məsələn, omega kvadratı r var. Amma burada biz omega kvadratı r yox yazırıq. Am bərabərdir. Omega kvadratı xm yazacağıq. Yəni omega kvadratı r yox, omega kvadratı xm nə edə bilərik? Yaza
bilərik. İndi buradan görsənən odur ki, təcil XM-dən necə asıldı? Məsəl üçün, düz mütənasib asıldı. Qrafik olaraq bir neçə dənəsini çəkirəm. Burada yerimiz qalıb. Qalanlarına şifahi deyə bilərəm sizə. Deməli, təcil məsəl üçün XM-dən düz asıldır. Nə vaxt? Omega sabit olanda. Omega konstant olanda. Sonra digərlərini çəkmədən göstərəcəm. Məsəl üçün, təcil VM-dən düz asıldır. Omega sabit olanda. Təcil omegadan düz asıldı. VM sabit olanda. Təcil omegadan kvadratik asıldı. XM sabit olanda. Təcil perioddan tərs asıldı. Təcil nüdən kvadratik asıldır. Yəni bu qrafiklərin hamısını siz zaten burada nə edə bilərsiniz, görə bilərsiniz. Əziz abituriyentlər, indi isə sizlərə normal biz rəqsin period və tezliyindən danışdıq. Dedik, bir tam rəqsə sərf olunan zaman perioddur, vahid zamandakı rəqslərin sayı tezlikdir. Amma ayrı olaraq biz yaylı rəqqasların period və tezliyindən danışacağıq, bir də riyazi rəqqasların period və tezliyindən danışacağıq. Burada əsas məqsədimiz periodun və tezliyin nədən asılı olduğunu, nədən asılı olmadığını göstərməkdir. Öncə yaylı rəqqasdan danışaq. Yaylı rəqqasın rəqs periodu t bərabərdir 2pi kök altda m bölünsün k düsturu ilə tapılır. Təbii ki, tezlik periodun tərsi olduğu üçün tezlik isə 1 bölünsün 2pi kök altda k bölünsün m düsturuna tapılacaq. Omega isə dövrü tezlik. Omega bərabərdir kök altda k bölünsün m düsturu ilə tapılacaq. Bu düsturları bilməyiniz vacibdir, mütləq şəkildə bilməlisiniz. Bu düsturları biləndən sonra bunların bu fiziki kəmiyyətlərin nədən asılı olub, nədən asılı olmadıqlarını müəyyənləşdirmək lazımdır. Təbii ki, biz görürük ki, yaylı rəqqasın rəqs periodu kütlədən asılıdır. Necə asılıdır? Kök altında. Bizdən soruşa bilirlər. Yaylı rəqqasın rəqs periodu amplituddan necə asılıdır? Təbii ki, asılı deyil. Yaylı rəqqasın rəqs periodu təcildən necə asılı soruşa bilir? Təbii ki, deyəcək ki, asılı deyil. Eyni şey tezliyə aid. Yaylı rəqqasın rəqs tezliyi m-dən asılıdır. Tərs mütənasib. Yaylı rəqqasın rəqs tezliyi amplituddan təbii ki, asılı deyil. Bir də bizdən təcildən soruşa bilər. Təcildən də asılı deyil. Bəs omega dövrü tezliyi eyni dövrü tezliyimizdə m-dən asılıdır. Tərs. Eynən dövrü tezliyimiz də deməli x maksimaldan asılı deyil. Eyni dövrü tezliyimiz də a-dan asılı deyil. Burada k yayın sərtliyi var. Burada bir yüklü rəqqas rəqs eləyəndə bu k yayın sərtliyi zaten dəyişmir. O vaxt biz asıllıq göstərə bilərik ki, 2 dənə yaylı rəqqas veribdir. Birinin sərtliyi çoxdur, birinin sərtliyi azdır. Deyəcək ki, sərtliyi çox olan period az olacaq. Və yaxud da sərtliyi az olan period çox olacaq. Yəni, 2 yayı müqayisə eləsə, onda kök altda tərs asılı deyə biləcək. Bax, bu şəkildə. Bu bizim yaylı rəqqasların rəqs periodu düsturları, tezliyin düsturları, omeqanın düsturları və onların qrafikləri. Bunları mütləq şəkildə bilmək lazımdır. Əziz abituriyentlər, indi isə ipli və yaxud da riyazi rəqqas deyirlər buna. İpli rəqqasın rəqs periodu tezliyi və dövrü tezliyi haqqında məlumat verim sizlərə. Deməli, ipli rəqqasın, təbii ki, ipin uzunluğu var burada. İpli rəqqasın rəqs periodu t bərabərdir 2pi kök altda l bölünsün g-dir. Tezlik təbii ki, olacaq 1 bölünsün 2pi kök altda g bölünsün l. Omega olacaq kök altda g bölünsün l olacaq. İpli rəqqasda təcildən asıllıq var. Əgər ipli rəqqas A təcili ilə yuxarı gedərsə, o zaman periodun düsturu 2pi kök altda l böl g üstəgəl A olacaq. Aşağı doğru hərəkət edərsə, A təcilindən t bərabərdir 2pi kök altda l böl g çıx A olacaq. Eyni şəkildə təcil ilə yuxarı gedərsə, tezlik olacaq. Gəlin bu belə yazaq da, yuxarı, nəsə ayrı-ayrı yazmayaq. 1 bölünsün 2pi kök altda g üstəgəl A bölünsün e. Aşağı hərəkət edərsə, nü bərabərdir 1 böl 2pi kök altda
C çıxılsın A bölünsün L olacaq. Eyni şey omega'ya da aiddir. A tərcindən yuxarı gedərsə omega bərabərdir. Kök altda C üstəgəl A bölünsün L. A tərcindən aşağı gedərsə omega bərabər kök altda C çıxılsın A bölünsün L olmuş olacaqdır. Bu düsturları mütləq şəkildə bilmək lazımdır. İndi burada çoxlu düstur görsənə bilər uşaqlar. Əslində bir dənə düsturdur. Yəni mən indi sizə deyim də ki, periodun düsturu 2pi kök altda L bölü C. A tərzindən gedəndə C plus A, A tərzindən aşağı gedəndə C minus A və salam. Periodun düsturu L bölü C bölü L'dir. A tərzindən yuxarı gəlirsə C plus A, A tərzindən aşağı gəlirsə C minus A yazacaqsan. Omega'nın düsturu kök altda C bölü L'dir. Yenə də A tərzindən yuxarı gəlirsə C plus A, aşağı gəlirsə C minus A yazacaqsan və salam. Yəni bu boyda düstur ayrı-ayrı düsturlar deyil. Və bu düsturdan görsənən odur ki, period asılıdır. L'dən, təbii ki, kök altında. Tezlik asılıdır. Təbii ki, L'dən tərs asılı. Omega asılıdır. Təbii ki, L'dən o da tərs asılı. Bəs bunlar nədən asılı deyil? Təbii ki, bunlar asılı deyil. Baxın, hamısını bir arada göstərirəm uşaqlar. Daha bir-bir yazmıram. Yəqin ki, anlayırsınız. Omeganı, periodu və tezliyi. Soruşa bilərlər ki, amplituddan necə asılıdır? Təbii ki, asılı deyil. Yükün kütləsindən necə asılıdır? Təbii ki, asılı deyil. Ya amplituddan asılıdır, ya asılı deyil, ya da yükün kütləsindən asılı deyil. Bax, bunları da mütləq şəkildə bilmək vacibdir. İndi isə əziz abituriyentlər, burada bir məqam var, onu istəyirəm ki, sizə izah edeyim. Axı, həm periodun, həm tezliyin düsturunda siz gördünüz ki, 2pi kök altda L bölü C var, yəni C var. C də sərbəst düşmə tərzidir, yəni qravitasiya sahəsinin intensivliyi. Biz bilirik ki, qravitasiya sahəsinin intensivliyi yer səthində J M bölünsün R kvadratdır. Müəyyən bir H hündürlükdə isə J M bölünsün R üstəgəl H-ın mötərizə kvadratı. Biz bunu bura gətirib yerinə qoyaraq düsturda çıxarda bilərik. Düstur çıxartmaya da bilərik. Məsəl üçün, bir misal göstərirəm. Deyək ki, bizə deyə bilərlər ki, cisim yer səthindən atıram 2R hündürlüyə qalxarsa, J necə dəyişər? 2R hündürlüyə qalxarsa, H-ın yerinə 2R yazanda bir dənə də R burada olur 3R, 3R'in kvadratı olur 9R kvadratı. Yəni, cisim yer səthindən 2R hündürlüyə qalxanda J 9 dəfə azalır. J 9 dəfə azalırsa, period 3 dəfə artmalıdır. Yəni, oradan taparaq burada getib əlaqələndirə bilərik və yaxud da belə bir şey eləyə bilərik. Yəni, bu o demək olur ki, T hündürlüylə düz mütənasib asılıdır. Hündürlüyü artdıqca J azalır, J azaldıqca T də artır. Yəni, T hündürlükdən düz asılıdır. İstəsək belə onu çıxarda bilərik bu şəkildə. J-ni yenə yazıram J, M böl, R üstəgəl H-ın mötərizə kvadratı. Bu da bərabərdir. 2pi kök altda J, M buradadır. L vurulsun. R üstəgəl H-ın mötərizə kvadratı buradadır. Bu R plus H-ın mötərizə kvadratı kökün altından çıxanda 2pi R plus H kimi çıxacaq. Kökün altında L bölünsün JM qalacaq. Yəni, mən periodu bu şəkildə yaza bilərəm. T bərabərdir. 2pi R plus H kök altda L böl JM şəklində yaza bilərəm. Tezliyi isə tərsinə yaza bilərəm. 1 bölünsün 2pi R plus H kök altda JM bölünsün L şəklində yaza bilərəm. Və buradan nə görsənir? Görsənir ki, period H-dan düz mütənasib asılıdır. Yəni ki, bizdən soruşa bilər, periodun H-dan asılılıq ifadəsi necədir? Biz deyəcək, düz asılıdır. Amma hardan başlayır? T0-dan başlayaraq düz asılır. Eyni şey tezliyə də aiddir. Bizdən soruşa bilər, tezliyin H-dan asılığı nətədir? Biz də görəcəyik ki, tərs asılıdır. Amma hər hansısa bir nöqtədən başlayaraq tərs asılıdır. Biz bu düsturu bilmək məcburiyyətində deyilik. Bilməsək də bir mən yazdığım kimi yazaraq. Deyə bilər ki, bizdən 2R hündürlüyə qalxanda T necə dəyişəcək? Sən öncə 2R hündürlüyə qalxanda da J-nin 9 dəfə azaldığını tapırsan, J 9 dəfə azalsa T necə 3 dəfə artacaq. Bu şəkildə də tapa bilərsən. Əziz abituriyentlər, mövzumuzu burada yekunlaşdırıram. Çox uzun çəkmək istəmirəm. Qısa-qısa olsun ki, siz də izləyəndə sıxılmayasınız.
Növbəti mövzunun ardını növbəti videoda çəkəcəyik. Sizlərə gözəl izləmələr arzulayıram. Kanala abunə olun, bizlərə dəstək olun. Sağ olun, salamat qalın.